Bakıda avtobus qəzası 2 ölü, 9 yaralı var. Avtobus 2 avtomobillə toqquşub, obyektə çırpıldı. Baku-Bas avtobusu bulvara girdi. Bu qəzalar ötən ildə baş verən hadisələrdən sadəcə bir neçəsidir. Paytaxtda və bölgələrdə sərnişin avtobuslarının iştirakı ilə baş verən yol nəqliyyat hadisələri mütəmadi xarakter almaqdadır və bu cür qəzalar çox zaman ağır nəticələrə səbəb olur. Bu zaman sərnişinlərin xəsarət alması, sağlamlıqlarına zərər dəyməsi ilə bağlı bir sıra hüquqi və maddi məsələlər ortaya çıxır. Xəsarət alan sərnişinlər bəzən dəymiş ziyana görə kompensasiya ala bilmədiklərindən şikayət edirlər. Bəs bu kimi hallarda kompensasiya kim tərəfindən və necə ödənilməlidir? Məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı bildirir ki, qəza zamanı həmin nəqliyyat vasitəsini icbari sığorta etmiş, sığorta şirkəti zərər çəkmiş sərnişinlərə kompensasiya ödəməlidir və sığorta yoxdursa, vətəndaş avtobus şirkətini, daşıyıcını və yaxud da sürücünü məhkəməyə verib, dəymiş zərəri ondan tələb edə bilər. Avtobuslar avtovağzaldan hərəkət edirsə, onların sığortası var, sığorta məbləği 50.000 manat və sərnişinlərlə bağlı da məbləğ ona daxildir. 5.000 manat da ümumilikdə yəni mülki məsuliyyətin icbari sığortasıdır. Sərnişinlər hər halda xəsarət aldıqda, ölüm halı baş verdikdə sərnişinin yaxınları məhkəmə qarşısında iddia qaldıra bilər. İstintaq orqanlarına müraciət edə bilər. Çox təəssüf, biz hələ də bəzən sığortası olmayan avtobuslara da rast gəlirik. Bu da məhəllə daxili yollarda, küçələrdə sürülən avtobuslardır, mikroavtobuslardır. Amma ümumilikdə artıq bu məsələ məncə problem səviyyəsində deyil. Çünki icbari sığorta olmadıqda nəqliyyat vasitələri xüsusi texniki vasitələrlə aşkarlanır və cərimə tətbiq olunur. Marşrut avtobuslarında sığorta haqları və ödənişlər barədə danışan sığorta eksperti Vüsal Bədəlov isə bildirir ki, yol nəqliyyat hadisəsi icbari sığorta hadisəsi sayılır. Bu kimi hallar zamanı xəsarət alan sərnişinə yüngül xəsarətlər zamanı 750, ağır xəsarətlər zamanı isə 1500 manat ödənilir və bu məbləğ əlillik dərəcəsinə görə artır. Ümumiyyətlə avtobuslarda qanuni olaraq yer sayına görə sığorta haqqı hesablanır və bu sığorta haqqı 1 illikdir və 1 il müddətinə həmin avtobuslarda sərnişin daşıma zamanı sərnişinlərin başına gələ biləcək ani hadisələrdə yüngül xəsarət, ağır xəsarət və ölüm hallarına təminat verilir. Təminat məbləği 5.000 manatdır, sığorta haqqısı isə bir nəfər üçün 6 manat nəzərdə tutulmuşdur. Hadisə zamanı sərnişinlərin hadisədə əlillik dərəcəsi alması ilə bağlı da sığorta məbləğindən ödəniş nəzərdə tutulmuşdur. Birinci qrup əlilliyə görə sığorta məbləğinin tam hissəsi ödənilə bilər, yəni 5.000 manat olmaqla. İkinci qrup əlilliyə görə 5.000 manatın, yəni sığorta məbləğinin 70-80% ödəniş kimi nəzərdə tutulmuşdur. Üçüncü qrup əlilliyə görə isə sığorta məbləğinin 40-60% nisbətində ödəniş məbləği, yəni sığorta məbləği nəzərdə tutulmuşdur. Məsələyə münasibət bildirən hüquqşünas Emil Aslanov bildirir ki, avtoqəza zamanı xəsarət alan şəxslər və ya üçüncü şəxsin əmlakına dəyən zərərin sığorta məbləğinin hesablanması qaydaları Azərbaycan Respublikasının icbari sığortalar haqqında qanunu ilə tənzimlənir. Fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərti ilə, lakin bir fiziki şəxsin sağlamlığına dəyən zərərə görə 5.000 manat müəyyən edilmişdir. Üçüncü şəxslərin əmlakına dəyən zərər isə, yəni avtomobillərə dəyən zərər üzrə də 5.000 manat müəyyən edilmişdir. Avtoqəza zamanı hansısa şəxs hər hansı bir sağlamlığına dəyən zərərə görə həmin məbləğ kifayət etmədikdə, deməli qəzanı törətməyə təqsirli bilinən sürücünün və ya avtobusun sürücüsüsə həmin sürücüyə və həmin avtobusun şirkətinə qarşı iddia qaldıraraq ona dəymiş zərəri məhkəmə qaydasında ondan tələb etmək hüququna malikdir. Bundan əlavə olaraq onu qeyd edək ki, tutaq ki, avtobusda hər hansı bir onun bahalı bir əşyası və ya avtoqəza zamanı hər hansı bir məbləğdə belə deyək ki, əşyası məhv olmuşdur. Bu halda da yenə eyni qaydada həmin şəxs sığorta məbləğinə əgər həmin deməli məbləğ aşırsa ona dəymiş ziyan həmin deməli sürücüyə və avtobuzdursa sürücünün mənsub olduğu, yəni avtobusun mənsub olduğu şirkətə qarşı iddia qaldıraraq ona dəymiş ziyanı tələb edə bilər. Görünən odur ki, sərnişinlərin təhlükəsizliyi və onların hüquqlarının qorunması ilk növbədə icbari sığorta mexanizmlərinin düzgün tətbiqindən və daşıyıcıların məsuliyyətli davranışından asılıdır.
Qanunvericilik xəsarət alan və ya zərər görən sərnişinlər üçün kompensasiya imkanları yaratsa da, bu hüquqlardan xəbərdar olmaq və vaxtında müvafiq qurumlara müraciət etmək vacibdir. Bütün bunlar sərnişinlərin sağlamlığının qorunması üçün olduqca önəmlidir. Aytən Verdiyeva, Mehriban Zakir, Xaliq Babayev, APA TV.